Sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcək. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Bizim başka ülkelerin torpağında gözümüz yok. Ama öz torpağımızı hiç kime vermeyelim. Cüretleriniz adına bu şekeri şaldan azad edildi. Demiştim ki kovacağız. İti kovan kimi kovacağız ve kovmuşum. İti kovan kimi kovmuşum. Askerlerimiz aslan gibi geçimler. Ezilme düşman. Bence benim. Öz torpağım. Bak bu senedi götürüp ağlıya ağlıya imzalayacağım. Başkan, yol çekildince Cebrail'a reks edildi. Ne olur be status? Cehenneme gitmişler. Yola gitmişler. Yorma yer oldu. Yok bu status. Ne olmayacak? Ne kadar ki ben prezidentim olmayacak. Dünya harp tarihine kızıl harflerle yazılıb qələbəmiz ve sücayətimiz. Bu artık bütün dünya tarafından qəbul olunmuş faktdır. Kinematografçılardan tutmuş hərbi biyograflara kadar indiyədək Azərbaycan əskərinin ve zabitinin Şuşanı işğaldan azad etməsinin xırdalıqlarını heç kim təsəvvür edə bilmir veya vizuallaşdıra bilmir. Həqiqi qəhrəmanlığı yalın əllərlə Şuşaya dırmanmağı hansı sətirlərdə yazasan, hansı filmdə göstərəsən və necə göstərəsən. Yalnız şahidlər və qazilər bizə hər dəfə Şuşa əməliyyatı haqqında danışanda ürəyimiz dağ boyda olur. Yalnız onda ürəkdən deyirik ki, dilinə qurban, bir də danış.